iştirakçıları, bugünkü tədbirimizin mövzusu Konstitusiya və suverenlik ilidir. Tədbirimizə başlamamışdan öncə gəlin birlikdə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şirin canlarını fəda edən vətənin igid oğul və qızlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Azərbaycan Respublikası Prezidentinin Cənab İlham Əliyevin 28 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının 2025-ci ildə Konstitusiya və suverenlik ili elan olunması haqqında sərəncam imzalayıb. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda 1995-ci ilin Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənməsində, mövqeyinin təqdimatında əsas rol oynayacaq. Azərbaycan xalqı bugün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı, müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əskər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimizin tam bərpası olub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümumilli liderimiz olan Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu ilini Prezident Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edir. Sevindirici haldır ki, bugün hər birimiz müasir, müstəqil Azərbaycanın
uğurlarından, regionda ve dünyada söz sahipliğinden, sözünün imzası kadar əhəmiyyətli olmasından qürur hissiyle söhbət açılır. Ölkəmizin hazırki vəziyyətinin müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə borçlu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımıza məqsəd qoyur və özümüzə borc bilirik. Xatırladaq ki, müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrinin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmədi. Ölkəmiz böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı. Cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb getdi. Torpaqlarımız Böyük Ermənistan xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edildi. Xalqımızın milli mənliyinə sarsıcı zərbələr endirildi. Müstəqilliyinin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq iqtidarına gəlib çıxdı. Belə bir mürəkkəb dövrdə xalqın təkidi, tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və inkişafı üçün tali yüklü problemləri müdrikcəsinə həll etdi. Ölkəmiz öz inkişaf yolunu tutdu. Beləliklə də Azərbaycan xalqı 1991-ci ilin oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. 1995-ci ilin noyabr ayının 12-sində Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Qəbul olunan konstitusiya ölkəmizdə geniş miqyaslı qanunvericilik və islahatların əsasını təşkil etdi. Bu konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyavi dövlət quruculuğunu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığının təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. İnsan hüquq və azadlıqlarının qorunması, yəni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli konstitusiyamızda əksini tapan müddaların böyük əksəriyyəti də insan hüquqlarının qorunmasına həsr edilir. Konstitusiyamızın qəbulundan ötən dövr ərzində bu ali sənədə 3 dəfə 2002-ci ildə, 2009-cu və 2016-cı illərdə əlavə və dəyişikliklər edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə insan hüquqları günü kimi təsis olunması, insan hüquqlarının qorunmasının prioritetini təsdiqləyir. 2025-ci ildə Konstitusiya və Suverenlik ili elan edilməsi də ölkəmizdə bu sahədə atılan növbəti addımların davamıdır. Azərbaycan Respublikası Prezidenti Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi zəfərə imza atır. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunubdur. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərimizdə bərqarardır. Dövlət bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır. Qarabağ və Şərqi Zəngəzur bir çəlişdədir. Keçmiş məcburi köçkünlər doğma ata-baba yurtlarına daimi məskunlaşması təmin olunur. Ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə dövlət suverenliyi günü elan edilir. Bütün bu qabiliyyət və Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir. İndi də Konstitusiyamızın əsas qanunları haqqında çıxış üçün sözü Lalə Məmmədovaya verilir. Mədəniyyət evinin mədəni təşkilatçısı.
Dünya dövlətlərində qüvvədə olan konstitusiyalar bir qayda olaraq aşağıdakı hissələrdən ibarət olur. Başlanğıc preambullar, ümumi müddəalar, əsas prinsiplər, dövlətin əsas orqanları, A. Qanunverici, B. İcra edici, C. Məhkəmə. Digər maddələr, konstitusiyanın dəyişdirilməsi və ona əlavələr edilməsi. Azərbaycan xalqı özünün çox əsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığını təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərdən bəyan edir. Azərbaycan dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövləti qorumaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşər dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumi xalq səs verməsi referendum yolu ilə konstitusiya qəbul edilir. Konstitusiya 5-ci bölmə 12 fəsil 158 maddədən ibarətdir. Təşəkkür edirəm. İndi isə sözü çıxış üçün veririk Azadə verdik. Azərbaycan Respublikasının Konstitusiyasına, uşaq hüquqlar bəyannəməsinə, uşaq hüquqlarına dair konversiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını uşaq barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan olduqları gündən sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, fizioloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqların hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bugün dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, öz inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornografiya, şiddət qanunundan kənar mənfi faktorların daxilində uşaq hüquqlarının pozulması daha böyük ölçüdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüksəlməsi lazım olduğu düşüncəsi Cenevrə Uşaq Hüquqları Bəyannəməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 yanvar 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının uşaq hüquqları haqqında konversiyasıdır. BMT-nin uşaq hüquqları konversiyasında uşaqların da xüsusi hüquqları olduğu kimi insan hüquqları da var prinsipinin xatırlatması qəbul edilmişdir. Nəticə etibarilə uşaqların rifahını təmin etmək üçün bu hüquqlara hörmət edən xüsusi siyasət tələb olunur. Uşaqlar bu dünyanın təməlidir. Bu səbəblə də onları ən yaxşı şəkildə yetişdirməli, şəxsiyyət olaraq formalaşmasında əlimizdən gələn hər cür köməkliyi göstərməliyik.
Xoşbəxt uşaqlar xoşbəxt gələcək deməkdir. Məlum olduğu kimi, bu məsum və sınf varlıqlar hansı mühitdə, necə bir ailədə dünyaya göz açsalar, şəraitdə uyğun da davranıb, o şəkildə formalaşırlar. Buna görə də hər bir valideyn daha sonra isə bütün bir cəmiyyət uşaq hüquqları haqqında məlumat sahib olmalıdır ki, onların hüquqlarını əlindən almaq, onlar üçün ən yaxşısını edə bilsinlər. Bütün dünyada uşaqların hüquqlarını genişləndirmək və onların mövcud hüquqlarını qorumaq üçün fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları və fəallar var. Uşaq hüquqları konvensiyası 54 maddədən ibarətdir. Uşaq hüquqları günü hər il noyabrın 20-sində qeyd olunur. Onu da nəzərinizə çatdırım ki, Mədəniyyət Evinin əsas kollektivi uşaqlardan ibarət olduğu üçün biz bugün uşaq hüquqlarından daha çox danışacağıq. Çünki dərnəklərdə iştirak edən uşaqlar hamısı öz hüquqlarını, mən deyərdim, bizdən yaxşı bilirlər. Və bugündən sonra başa düşürəm ki, onlar ailələrində də öz hüquqlarını tələb edəcəklər. Cəmiyyətdə də hüquqlarını tələb edəcək və hüquqlarımıza, qanunlarımıza uyğun da davranışlar olacaq. İndi də gəlin uşaqların dilindən eşidək öz hüquqları haqqında. Əziz bölüşlər, yəqin uşaq hüquqlarını siz bizdən daha yaxşı bilirsiniz. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyə, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Hər bir uşağın həyatı və sağlamlığı mühafizəsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir. Onları ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır. Onları keyfiyyətli yeməklə, içmə su təchizatı ilə təmin etmək üçün müvafiq tədbirlər görür. Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının qanunu 12-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaşlıq əldə edir. Uşağa ad valideynlərə qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanları razılığı və ya göstərişi əsasında verilir. Hər bir uşaq hərtərəfli inkişaf etmək, milli və ümumi tərəqqi, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbə qədər və məktəbdən kənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. Dövlət uşaqların yaradıcılıq qabiliyyətini, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır. Belə müəssisələrin yaradılması ictimai təşkilatlara köməklik göstərir. Zorakılıq, qəddarlıq təbliğ edən, erotika və pornoqrafiya mövzusunda olan belə uşaqların psixi və mənəvi inkişafına zərərli olan filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması, nümayişi və belə bunların yaradılmasında uşaqların cəlb edilməsi qadağandır. Uşaqlar azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdirlər. Müstəsna hakimin uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində olan hallar olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir. Hər bir uşağın vicdan, fikir və söz azlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanı uşağın vicdan, fikir və söz azlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərir. Dini ailənin icrasına cəlb edilməsi qadağandır. Uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa, valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Dövlət fitri istedada malik uşaqların erkən yaşda üzə çıxarılması və onların qabiliyyətlərinin qiymətləndirilməsi üçün tədbirlər görür. Onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir, yeni təhsil müəssisələri sistemini yaradır və maliyyələşdirir. Bu sahədə beynəlxalq əlaqələri inkişaf etdirir. Uşaqların yaşına, səhhətinə, ümumi təhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Uşaqların əmək hüququnun yaranmasına və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. Sağlamlıq imkanları məhdud, uşaqların növbədənkənarı, müvafiq icra hakimiyyəti, dövlət orqanı tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına imkanlarına uyğun məhdudların qarşısını almaq üçün müvafiq tədbirlər görür. Baxın əziz bölgülər, bütün bunlar konstitusiyamızda öz əksini tapıb. Dövlətimiz hər zaman biz uşaqların qayğısını çəkir. Biz azad, suveren bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq. Sizə uğurlar arzulayıram, siz bizim gələcəyimizsiniz. Mən sizin hər bir çıxışınıza baxdım, hər bir çıxışınızı dinlədim. Həqiqətən siz əsl bir vətənpərvər, vətənini sevən gənclərsiniz. İnanıram ki, siz Azərbaycanımızın gələcəyini daha da çiçəklənməsində mühüm rol oynayacaqsınız. Mən bu işdə çox ruhlandım, çox sevindim ki, həqiqətən ölkə prezidentimizin dediyi kimi bizim gənclərimiz yüksək səviyyədə, yüksək ruhda tərbiyə olunan bir gənclərdir. Siz də həmin gənclərin simasındasınız. Allah sizləri qorusun və inanıram ki, gələcəkdə sizin də özünüzün, bizim Azərbaycan xalqı üçün istər mədəniyyət sahəsində, istər digər sahəsində xüsusi önəminiz olacaq, xüsusi rolunuz olacaq. Və buna mən çox sevinirəm və şad oluram və hər birinizi kiçik də olsa təltif etmək fikri yarandı və Rəfiqə müəllimə ilə söhbət etdik və mədəniyyətimizin inkişafı üçün öz töhfənizi verirsiniz. Bilirsiniz, 2025-ci il Azərbaycan Prezidentin fərmanı ilə Konstitusiya və Suverenlik günüdür. Və bu konstitusiya və suverenliklə bağlı ölkəmizin hər bir yerində olduğu kimi Şəmkir rayonumuzda da, Şəmkir rayonunun kənd və qəsəbələrində də konstitusiya və suverenlik haqqında tədbirlər keçirilir və bu gün də Kür qəsəbəsinin mədəniyyət evinin təşkil etdiyi tədbir keçirilir və o tədbirdə siz yüksək səviyyədə çıxış etdiniz və bizdə xüsusi ruh yarandı və bu istədim sizi hər birinizi təltifnamə ilə təltif edin və müəllimə ilə bir yerdə bunu fikirləşdik və tətbiq etdik. Mən sizin hər birinizi təltif etmək istəyirəm, icazənizlə onların hər birini sizə təqdim edim. Buyurun. Bağırov Ceyhun Elçinoğlu. Təbrik edirəm. Sənə uğurlar arzulayıram. Çox sağ ol. Uğurlar olsun. Çox sağ ol. Abdullayev Adəm Raminoğlu. Səni təbrik edirəm. Gəl burada dur belə. Qəşəng bir şəkilimiz düşsün birlikdə. Abdullazadə Səman Ramil qızı. Gəlin belə keçin. Sizi də təbrik edirəm. Çox sağ olun. İskəndər olan Nur Müsal qızı.
sizi də təbrik edirəm. Əliyeва Nuray Vüqar qızı, siz də təbrik edirəm. Uğurlar arzulayıram, yaxınlarınız belə. Çox sağ olun. Diqqətə görə təşəkkür edirəm kollektivimiz adından. Elnur müəllim, çox sağ olun, var olun. İşinizdə sizə də uğurlar arzulayırıq. Sizlərə dayaq olmaq, sizlər həmişə mədəniyyət sahəsində yüksək səviyyədə işlər görürsünüz. Bacardığınız qədər həmişə tədbirlər keçirirsiniz və bu tədbirlər hər bir vətəndaşımız, hər bir şəxslər üçün yüksək maraqda olur. Təşəkkür edirəm sizlərə. Sağ olun. Çox sağ olun. Çox sağ olun diqqətə görə. Uğurlar işlərinizdə, sağ olun.